Görkəmli şair Səməd Vurğunun Azərbaycan şeirini uşaqdan böyüyə hər kəs bilir. Xüsusilə də bu hissəsi dillər əzbəridir. El bilir ki, sən mənimsən, yurdum yuvam məskənimsən, anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Şairin Bakının mərkəzində yerləşən heykəlinin postamentində də şeirin bu hissəsi həkk olunub. Düzdür, Kirilcə yazılmağı hələ də müzakirə mövzusudur, amma biz başqa məsələyə toxunmaq istəyirik. Məsələ burasındadır ki, şeir postamentdə anam doğma vətənimsən deyil, demək doğma vətənimsən olaraq verilib. Heykəlin üzərində niyə belə yazılıb? Belə çıxır ki, bizim məktəb kitablarında oxuduğumuz variant yanlışdır. Şeir ilk variantında tarixini əgər nəzər salsaq, Azərbaycan şeirinin adı olub şairin türküsü, yəni nəğməsi 9 bənddən ibarət olur. 34-35-ci illərdə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 15 illiyi ilə bağlı müsabiqə elan olunub. Səməd Vurğun da Azərbaycan adında, Azərbaycan tarixi poema adı belədir, 7 şeirdir, 9 poemadır. Deməli, o ilk variantlarda demək doğma vətənimsən olub. Yəni özü eləyib onu. O deməklə anam doğma vətən elə həmin şeydir. O əvvəlki variantlarda demək doğma vətənimsən olub. Sonradan anam doğma vətənimsən. İkinci versiyada Səməd Vurğunun sağlığında çap olunub da. Yəni başqaları eləməyib, özü eləyib. Yəqin ki, o xoşuna daha çox anam doğma vətənimsən daha çox gəldiyinə görə deməyi anamla əvəz eləyib. Filoloqların fikrincə isə doğma vətənimsən ifadəsi qrammatik və məna baxımından tamdır. Elə bu səbəbdən həm də orijinal variant olduğuna görə abidələr üçün bu forma seçilir. Anam doğma vətənimsən variantı daha axıcı və lirik olduğu üçün oxucuya emosional təsir göstərir. Lakin Azərbaycan şeiri hansı formada olursa olsun, milli ədəbiyyatımıza və yaddaşlarımıza əbədi həkk olunmuş şeirdir. Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim Media.